Ben dostlar yeniden sizlere salamlayıram. O videomuzu siz izleyeceksiniz saat 3:10'da. Artıq biz 3-cü təsdiqat mərhələsindən birlikdə olaraq 3-cü təsdiqatda bizi nələr gözləyəcək barədə danışacağıq. Video 3:10'da səhv eləmirəmsə premyerdə olacaq. Son 5'te olacaq. 35 saatda izləyə bilərsiniz oxuş olaraq. Premyer olmadan. Gəlin biz də 3-cü təsdiqat mərhələsindən danışaq. 3-cü təsdiqatda Çempionlar Liqasında Mijali Lincoln görüşünün qalibi İberia Slovan Bratislava görüşünün qalibi ilə olacaq dediyim kimi. Ümid edirəm ki, bax burada Mijali klubu düzdür, İberia klubu artıq uduzub. Gözləmirəm ki, mən səfərdə bir qələbə qazansın. Və bir də məntiqli cavab, bir də bir şey vardı ki, İberia'ya qarşı haqsızlıq olundu Gürcüstana qarşı. Və bu görüşdə mən deyərdim ki, İberia'nın 2 dənə vurulan qolu vardı ki, heç birini hakim saymadı. Maraqlıdır, niyə? Ən azından İberia'nın oradan üstünlüyü ola bilərdi. Eyni zamanda həm ölkə xalı üçün danışaq. Həm də ki, İberia şansını indi istifadə edə bilərdi. Bu bərabərlikdən yana ki, mən daha da güclənməliydim, amma İberia Avropa Liqasında yolunu davam edəcək. Çempionlar Liqasından sonra da UEFA Avropa Liqası ilə birlikdə olacaq. Mijali Lincoln görüşünün dediyim kimi qalibi İberia Slovan Bratislava olacaq. Mijali ümid edirəm ki, İberia uzacağı təqdirdə Mijali ümid edirəm ki, Slovan Bratislavanın təsdiqat mərhələsində nə ki var istəyər ki, Slovakiya təmsilçisi alanmasın. Sabah Kups görüşünə gəldiyimiz zaman isə dediyim kimi AGF Lech Poznan görüşünün qalibi ilə birlikdə olacaqlar. Artıq burada da Lech Poznan öz yerini alıb AGF 1-4 hesabı ilə uduzmuşdu. Lech Poznan isə öz evində AGF-ni qarşılayacaq, Danimarka təmsilçisini. Sabah Kups uzacağı təqdirdə çox gözəl şeylər olacaq. Sabah 3-cü təsdiqatda danışacağıq birlikdə. Kim kimə düşdü, ölkə xallanacaq da. Evet, Dinamo Zagreb görüşünden geldiğimiz zaman bunlar ise Klaksivik Kaunas Žalgiris görüşünün qalibi ilə birlikdə olacaqlar. Çox maraqlı bir görüş. Təbii ki, bizi gözləyir. Ümid edirəm ki, qazanan tərəf Tuhunu var. Xorvatiya təmsilçilər də ölkə xalı yazdırmaz ki, Azərbaycan bu həftə və yaxud gələcək həftələrdə son 2 həftədən söhbət gedir. 3-cü təsdiqat mərhələsinin həm ev, həm də səfər oyunlarında qələbə qazandığımız təqdirdə istəyir Xorvatiya olsun, istəyir digər təmsilçilər olsun ki, biz qabağa gedərəkdən inşallah Allahın köməyi ilə qələbə qazanarıq və də biz